Şəkidə göyərtəyə ala deyirlər. Başqa aralarda deyirlər bilmirik. Bu mövzudu axşam vaxtı niyə müzakirə olunur bizdə? Bizim Murad var da, həkim dostumuz, Almaniyadadır. Bayaq mən yazıbdı ki, ala göz deyəndə nə canlanır səndə? Dedim biraz rəhli belə şabaldı rəngli, biraz açıq kimidir sanki. Sonra da ki uşaqlardan soruşarsan, yoldaşlardan soruşduq, ala deyirlər ki, yaşıldır. Çünki göyərtiyə ala deyirik. Belə qarma-qarışıq bir mövzu. Azərbaycanca mənbə tapdıq. Deyir ki, açıq rəngli ya da mavi kimi bir rəngdir belə. Türklərdə amma həqiqətən də yaşıla çalan bir rəngdir. Açıq qəhvəyə yaşıla yaxın. Yəni hal-hazırda temamız odur. Bizim son 2 saatdır ki, ala göz əslində nə deməkdir? Təklifləriniz ya da əlavə fikirləriniz varsa videonun aşağısından yazarsınız. Ala, yəni ela türklərin dediyindən bir neçə rəngin qarışığından yaranan rəngdir və s. O nöqteyi nəzərdən həm istədik ki, bu Şəkidə ala, bunu da yazarsınız bu arada ki, Şəkidən başqa göyərtəyə ala deyən bir yer varmı deyə. Bu qədər. Görürsünüz, çox dərin təhlillərlə məşğuluq burada uşaqlardan. 100% bizə Allahdır deyəndə biz eləmi?